Martın 18-də Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Hacıbədəlli kəndində növbəti səyyar qəbul keçirib. İcra başçısının çıxışından sonra söz kənd sakinlərinə verilib. Səyyar qəbulda vətəndaşların fərqli sahələr üzrə müraciətlərinə baxılıb. Belə ki, kənd sakini Arzu Məmmədova kənd bağçasının həyətindəki iri ağacın təhlükə yaratması ilə bağlı müraciət edib. Ağcabədi Kommunal Xidməti və Mənzil İstismarı İdarəsinə və rayon İcra Hakimiyyəti başçısı aparatının aidiyyəti şöbəsinə ağacın budanması və ya köçürülməsi üçün lazımi addımların atılması ilə bağlı tapşırıqlar verilib. Digər sakin Vidadi Bayramov isə kənddəki içməli su problemini diqqətə çatdırıb. Məsələyə münasibət bildirilərkən yeni arteziyan quyusunun vurulması üçün aidiyyəti üzrə məktub yazılması tapşırılıb və Yuxarı Qarabağ kanalından su təmizləyici qurğunun çəkilməsinin vacibliyi qeyd olunub. Kənddə yeni məktəb binasının tikintisi məsələsi isə kənd sakini Rafiq Bayramov tərəfindən qaldırılıb. O, Hacıbədəlli kənd tam orta məktəbinin binasının qəzalı vəziyyətdə olduğunu diqqətə çatdırıb. İcra başçısı yeni məktəb binasının tikintisi ilə bağlı aidiyyəti üzrə müraciət edildiyini və məsələnin plana salındığını vətəndaşın diqqətinə çatdırıb. Suvarma suyu ilə bağlı çətinliklər də səyyar qəbulda diqqətə çatdırılıb. Sakin Mirzə Mirzəyev əkin sahələrinin suvarılmasında yaranan problemlərdən danışıb. Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyev hazırda suvarma suyu ilə bağlı ciddi problemin olmadığını və vətəndaşlara lazımi köməklik göstəriləcəyini bildirib. Görüşün sonunda bir daha çıxış edən icra başçısı qaldırılan hər bir məsələnin icrasının nəzarətdə saxlanılacağını vurğulayıb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.